Benim evimi boşaltsınlar, ben öz evime köçüm oturum. Ben de vaxtı kvartan qalacağım mən. Hara çıxıram? Gedib qalacam çöldə. Bəs bu xanım çöldə qalsa necə olacaq? Bir otağı vermədim, mən də gəlim oturum. Ben de vaxtı Hara verim? Küfləti hara verim? Sənin mənim evimdə nə işin var ay bacım? Mənim evimdə gəlinim var, oğlum var, nə bilim. Nə işin var? Harada Rayət İmam Əliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Burada deyibləri, yersiz gəldi, yerli qaç. Cəmaatın evinə soxulublar, ev sahibinə də deyirlər ki, sənin bizim evdə nə işin var? Dəhşət sizi. Birinci Qarabağ döyüşlərində bir kənddən əhalinin çıxarılması əmri verilmişdi bizə. Güllə yağışlarının altında əhalini sağ-salamat çıxartdıq. Həmin döyüşdə iştirak edən silahdaşlarından biri sonralar deyirdi ki, atam o vaxt evimizdəki qoyun keçiləri satıb Bakıda 2 otaqlı ev almışdı ki, ali məktəbə girəndə bacımla o evdə qalaq. Həmin qoruduğumuz kənd ailələrindən biri gedib soxulub bizim evə. İndi deyib bacımla öz evimizə həsrətik, kirayədə qalırıq. Vallah qaçqın budur ev. Heç olmasa sizi qoruyan, kəndinizi qoruyan adamın evinə gedib soxulmayın, peşman etməyin onun vətənpərvərliyini. Qanunlarımızdakı boşluqlardan irəli gəlib hamısı. Mənzil toxunulmazlıq hüququ, zorakılıq, bütün maddələr var bu işdə. Amma o maddələri heçə sayan bir qaçqın statusu var. O status hər şeyə qadirdir. Məcburi köçkünlər 2 cür olur. Birinci və ikinci tiplər. Birinci tiplər əsl köçkünlərdir. Onlarda yurt həsrəti, vətən sevgisi böyükdür. Onlar kəndlərdə, tələbə, zavod yataqxanalarında min əziyyətlə yaşayıb torpaqlarının azad olmasını gözləyənlərdir və bu gün sevinə-sevinə öz doğma yurtlarına gedənlərdir. Allah heç kəsi evsiz, yurtsuz etməsin. Amma ikinci tiplər var ki, bu qaçqın adından sui istifadə edənlərdir. O zamanlar diribaşlıq edib, Bakıda JEK müdürlərinə pul verib, boş mənzilləri navodqaladılar və ora zorla soxulub yaşadılar. Həmin o ikinci tiplər balalarına Bakıda ev də aldılar, maşın da aldılar, hər şərait yaratdılar, amma başqasının evindən çıxmaq istəmirlər. Niyə? Çünki göz acdır, ac. Avropada qaçqınlar çadır şəhərciklərində yaşayır. İnanın 33 ildir Qarabağın alınmasını həsrətlə gözləyənlər bu ikinci tip qaçqınlar deyil. Valla o soxulduqları evin sahibləridir. İnanın öz yurtlarına da bu ikinci tiplər getməyəcəklər. Min bəhanə axtaracaqlar. Çünki bu ikinci tiplərə qaçqınlıq statusu göydən düşmədi. Kommunal xərc ödəmirlər. Savadlı uşaqlar 400-500 balla ali məktəblərdə ödənişli ixtisasa düşüb imkansızlıqdan oxuya bilmirlər. Amma bunların balaları 130-150 balla istədiyi ali məktəbdə ödənişsiz oxuyur. Ona görə də Azərbaycan təhsili bu gündədir. Kim qaçar belə fürsətdən? Ayıbdır. 33 ildə o ev sahibləri dözüblər. Heç olmasa təşəkkür edin. Heç olmasa o evlərdən çıxanda evi bərbad kökə salmayın, dağıtmayın, padmayak etməyin. Qısacası cəmaatın evindən çıxın. Qaçqın.com indiyə qədər boşluq etmişsiniz. İndi bu özbaşınaqların qarşısını alın. Ayıbdır.